Azərbaycanda bir adət var. El şənliklərində, toyda, mağarda pəhləvanlar qurşaq tutur, güclərini göstərir, cəldiklərini, dözümlərini sınayırlar. Yamyaşıl çəmənlərin zümrüd xalısında məclis qurulur, qara zurnanın çal-çağırı hamını valih edir. Qədim güləş belə doğulub. Xalqımızın milli idman növü olan güləş, Şamaxı torpağındakı bu abidələr qədər qədimdir. Gözəl adətin ömrü də uzun olur.